Üçüncü qrup hərəkət hansıdır? Yenə də dayaqlanır qollara və bu vəziyyətdə dizləri yana bükürük. Baxın, bax belə. Yenə də bu vəziyyətdə bu normal vəziyyəti qorumağa çalışırıq. Yanımızı nə aşağı, nə də yuxarı qaldırmırıq. Tam düz vəziyyətdə yerinə yetirməyə çalışırıq ki, gərginlik qarın əzələlərinə daha çox düşsün. Və bu vəziyyətdə ayaqları yana qaldıranda bu yan əzələlər daha çox işləyir və buradakı pliqatları daha çox əriməyə başlayır, belə deyək. Həmən hərəkəti də yenə də əks tərəfdə bu vəziyyətdə yerinə yetiririk. Yenə də sadəcə yanlara dizlərimizi qaldırırıq. Bunu da bu qaydada hərə öz fiziki səviyyəsinə uyğun sayını təmizləyir. Ancaq 100 dəfəyə çatdırmaq vacibdir. Hər gün biraz artırmaq olar. Axırıncı, dördüncü qrup hərəkət yenə də bu vəziyyətdə sadəcə düz ayaqları yana qaldırmaqdır. Yenə də həm yan əzələlər, həm kürək əzələləri, həm pres əzələləri hamısı çox gözəl işə düşür. Yenə də bunu da riayət edirik. Bu qaydada yox, bu qaydada yox. Qaydasını düzgün yerinə yetirməyə çalışırıq. Dördüncü qrup hərəkətin də axırıncı variantı da budur. Yəni, yenə də sadəcə ayaqları yana qaldırmaq. Və bu halda bütün oynaqlar, bütün əzələlər çox gözəl gərginlik alır. Bu oldu bizim optimal 8 hərəkətimiz. Həm üz üstə, həm kürək üstə. İndi sizə daha asan variantını göstərmək istəyirəm. Deməli, indi həmən hərəkətlərin daha yüngül variantını sizə göstərirəm. Yaşlı insanlar üçün optimal 8-lik hərəkətini necə yerinə yetirə bilərsiniz? Yerdə uzandığımız vəziyyətə nisbətən, bax bu vəziyyət daha yüngül vəziyyətdir. Yəni, hündürlüyü artırdıqda həm çiyinlərə, həm sinəyə, həm qarın əzələlərinə, həm baldır əzələlərinə yük nisbətən azalır. Və bunu yaşlı insanlar da çox rahatçılıqla yerinə yetirə bilər. Yenə də birinci hərəkətimiz has edir, bu hərəkət. Sonra bel üstə durduğumuz hərəkət. Yəni, bunu siz divanda da edə bilərsiniz, kresloda da edə bilərsiniz. Və bu hərəkət. Yəni, bunu bu qaydada elədin. Yəni, çox yüngüldür, rahatdır. Yəni, bunu yaşlı insanlar və yaxud da fiziki cəhətdən zəif olan insanlar bu qaydada yerinə yetirə bilərsiniz. Sonra bu hərəkət, yana qaldırmaq, sonra arxaya qaldırmaq, sonra nə elədik? Yəni, düz ayaqları yana qaldırmaq və bunları da, burada da yenə həmənki kimi. Yenə də bu vəziyyətdə yana qaldırmaq, düz qaldırmaq və yana düz qaldırmaq. Və bu hərəkətlər hamısı çox rahat yerinə yetirilə bilir. Yəni, baxın, özünüz seçin özünüz üçün fiziki səviyyələrinizə uyğun hərəkətlərini yerinə yetirin. Amma sayını mütləq 100-ə çatdırmağa çalışın. Başlayanda azdan başlayın. Birdən-birə çox eləməyə başlamayın. Zədələrə səbəb olmasınlar.